Salam, hörmətli müəllimlər, dəyərli həmkarlar. Bugün biz sizlər üçün ədəbiyyatdan izahlar çəkəcəyik. Ümid edirəm sizin üçün faydalı olacaq. Və izaha başlamazdan öncə deyim ki, kanala abunə olun. İzləyəndən sonra fikir bildirməyi unutmayın və belə videoların çox olmağını istəyirsinizsə, təbii ki, bəyənmədən istifadə edin. Çox uzatmadan istəyirəm sizinlə İskəndərnamə poeması haqqında danışım. Burada nələrə diqqət etməlisiniz, nələrə fikir verməliyik, hansı ki, bəzi məqamlar var, oxuyuruq, onlar bizlərə, belə deyək də, bir neçə dəfə oxuyuruq, düşünürük ki, burada nə deyir. Ona görə də sizin üçün belə bir video çəkmək qərarına gəldim. Başlayaq. Deməli, İskəndərnamə poemasında bilirik ki, İskəndərnamədə əsər başlayır, yəni poema başlayır. Birinci İskəndərin, deməli, daha doğrusu dastanın xülasəsi ilə və İskəndərin cahangirlik tarixi ilə başlayır. Bununla başlayır və bu hissədə nələr var? Bu hissədə bizdən nələr? Baxın, sual düşə bilər ki, misal üçün, deyək ki, İskəndərin anadan olması və yaxud da ki, Daranın hücumu, Feyləqusun taxta çıxması bu dövrə aiddirmi, bu hissəyə aiddirmi? Ona görə də biz indi oxuyacağımız hissə dastanın xülasəsi və İskəndərlinin cahangirlik tarixində olan məqamlara baxacağıq. Deməli, baxaq. Deyir ki, baxın, mən elə başladım bu şux dastanı, coşdurar sazımın səsi dünyanı. Ən doğru sözlər ki, oyadır maraq, tarixdən onları bir-bir alaraq. Baxın, tarixdən bəhrələndiyini söyləyir. Düzdüm dastanıma əsər yaratdım, ağla sığmayanı büsbütün atdım. Dastanı düzərək fikrim açıqdır, söz səllis olsa da yol dolaşıqdır. Baxın, yəni ki, çox asan deyil bu barədə yazmaq. Dolaşıq yollardan mən, deyək ki, bir yol tapdım, yol çizdim. İskəndər haqqında heç bir əsərdə məlumat görmədim, yığcam bir yerdə. Baxın, Nizaminin burada bir narazılığı var. İskəndər haqqında yığcam məlumat yoxdur. Ən qadim tarixi əsərlərdən mən Yəhudi, Nəsrani, Pəhləvilərdən ən incə sözləri əlimə aldım. Baxın, bu mənbələrdən istifadə etdiyini deyir. Qabığı ataraq məğzini aldım. Daha sonra deyir ki, müxtəlif dillərdən yığdım çox sözlər. Baxın, görürsünüz, tək bir dildən istifadə etdiyini görmür. Yəni, müxtəlif dillərdən istifadə etdiyini deyir. Bunlardan düzüldü yazdığım əsər, şeirimdən atsaydım bəzəkli donu, azacıq zəhmətlə yazsaydım onu, bu böyük Fatihin sərgüzəştindən bir vərəq yazmaqla bitirərdim mən. Yəni, bu bəzəkli donu, bu bədiliyi, bu gözəlliyi mən şeirimdən çıxarsaydım, bu Fatihin sərgüzəştlərindən bir vərəq yazmaqla deyir, bitirə bilərdim. Daha sonra, yəni burada Nizaminin özünü öyməyini də görürük. Sonra, yorulmaq bilmədən edirdi səfər, artıq başladı İskəndər haqqında danışığı. Dünyanı dolaşıb dörd yanı gəzdi, bilmədiyi mülkü fəth eləməzdi. Görürsünüz, bax, İskəndər haqqında bir məlumatdır. İskəndər bilmədiyi mülkü fəth etməzdi. Hansı bir dövlətə verdi nəhayət, kəyan adətinə göstərdi hörmət. Biz bilməliyik ki, kəyan adəti nədir? Kəyan adəti İran şahlarının, deyək ki, ümumi adlarıdır, İranlıların ümumi adlarıdır və onlara kəyan deyilir. Yəni, İran şahlarının, İranlıların adətinə hörmət göstərdiyini deyir. Kəyan adətinə hörmət göstərdi. Biz bunu daha orijinal variantda onun Rövşənəklə evlənməyində də görürük ki, o kəyan adətinə riayət edirdi, o adətə hörmət edirdi. Daha sonra sildi surişləri köhnə dünyadan. Surişlər nədir? Suriş sözü, burada şuriş yazılıbdır. Əslində söz suriş sözüdür. Səsküy deməkdir. Fikir vermişsinizsə, Qurbanəli bəy novellasında deyir ki, kəndə şuriş düşdü ki, bəs naçanlik gəlir, yəni səsküy düşdü. Burada da suriş, yəni səsküy eləyənlər, deyək ki, birləşib hansısa bir narahatçılıq törədənlərdir ki, onları deyir, köhnə dünyadan surişləri sildi. Daha sonra taxt aldı, tac aldı qoca Daradan, ömründən keçirkən tam 20 il, şahlığa ucaldı, vurdurdu təbil. Deməli, 20 yaşında şahlığa ucalır. Sonra 27 yaşına çatınca yaşı, peyğəmbər olaraq ucaldı başı.
İskəndər o günkü peyğəmbər oldu, onun tarixinə naxış vuruldu. Baxın, İskəndərin həyatının naxışı nə idi? Nə idi onun həyatına naxış olan? Onun peyğəmbərliyə yüksəlməsi. Daha sonra İskəndər o günkü peyğəmbər oldu, onun tarixinə naxış vuruldu. Dinə yol göstərən bir hikmət oldu İskəndər. Dünyada mübarək bir dövlət oldu. Dünyanı gəzərək döndü hər yana, elədi çox böyük şəhərlər bina. Ərazisi Hinddən başlayaraq Yunana qədər hər yerdə tikdirdi böyük şəhər. Deməli, Hinddən Yunana qədər ərazisini genişləndirdi və Dərbənd şəhərini deyirlər ki, İskəndər qurdu. Dərbəndin adını İskəndərnaməyə qədər, yəni ki, belə deyək də, keçdiyimiz dərslərdən mən müdavimlərimə adətən belə sual verirdim ki, Dərbəndin adı başqa haralarda keçirdi? Yəni, bir növ yadda qalmaq üçün. Dərbəndin adını biz bir də Salur Qazan evini yağmalamasını, daha doğrusu Kitab Dədə Qorqudda keçirdik ki, Salur Qazan evini yağmalamasında Qaraca Çoban Dərbənddə idi. Daha sonra Uruzun dustaq olduğu boyda Uruz Dərbənddə deyək ki, əsir saxlanılırdı. Dərbəndi deyirlər İskəndər qurdu. Əqli ilə o şəhərə böyük səth vurdu. İskəndərin ağlından danışır burada. Daha sonra çox bina salmışdır bunlardan başqa, onları saymaqla çatmaz ki başa. Birisi uzanmış şimali qütbə, bir kökü uzanmış getmiş cənubə. Deməli, şimal qütbündən cənuba qədər İskəndər ərazisini böyütmüşdü. Sonra İskəndər hər yerə atını çapdı, o yerlər şənləndi, səadət tapdı. Deməli, İskəndər hara ki atını çapıbdı, yəni hara səfər edibdi, o yerlər xoşbəxt olubdu, səadət olubdu, yəni səadət tapıbdı. Yəni bu o deməkdir ki, İskəndərin gəlişindən haralarsa viran qalmayıb, kimlərsə yəni əziyyət çəkməyibdi. Daha sonra deyir ki, dağlara, çöllərə tapdı min çarə, ölümün əlində qaldı biçarə. Yəni, hər şeyin çarəsini tapan İskəndər bircə ölümün əlində çarəsiz qaldı. Qələmə gərəkdir elə söz almaq, şuurdan, ağıldan olmasın uzaq. Baxın, deməli bu Nizaminin fikridir. Deyir ki, qələmə gərəkdir elə söz almaq, şuurdan, ağıldan olmasın uzaq. Parlaq inci kimi düzülən sözlər ağla sığmasa yalana bənzər. Görürsünüz, burada Nizaminin nəsihətləri də var hətta. Doğruya azacıq bənzəyən yalan, yaxşıdır yalana bənzər doğrudan. Görürsünüz, bax, bu hissə bizə verilə bilər ki, hansı əsərdəndir? Görürsünüz, doğruya azacıq bənzəyən yalan, yaxşıdır yalana bənzər doğrudan. Nizaminin burada fəlsəfi fikirləri, Nizaminin burada nəsihətamiz fikirlərinə yer verilibdir. Daha sonra keçdi indi nəyə? Dastanın başlanğıcına. Görürsünüz, dastanın, indi bayaq dediyimiz hissədə gördünüz də nələrdən danışdıq. İndi dastanın başlanğıcı. Nədən danışır? Yunan ölkəsinin padşahlarından vardı bir gənc dövlət, böyük hökmran. Şöhrətli şah idi, adı Feyləqus, itaət edərdi ona Rum və Rus. Yunanistan idi onun məskəni, Makedoniya idi doğma vətəni. Qanunlar qoyardı yeni və parlaq, ulu babası idi Eys ibn İshaq. Bunu da qeyd edim ki, Eys ibn İshaq yəni tək Feyləqusun yox, həm də Makedoniyalı İskəndər, yəni İskəndərin də ulu babası idi. Ədalət o qədər yaxınmış ona, qurdları bağlarmış qoyun buduna. Baxın, Feyləqusun ədalətli olmağı haqqında verilən fikir, yəni artıq biz onun bu əməli ilə biz bilirik ki, Feyləqus necə ədalətli-imiş. Zülmün boğazını, bir də bir şey deyim sizə, məndən soruşurlar müəllimlər ki, qurdları qoyun buduna bağlamaq nə deməkdir? Yəni biz bilirik ki, qurd daha güclüdür, qurd daha yırtıcıdır, qoyun isə yəni bildiyimiz kimi də sakit, qorxaq. Onu deyir ki, yəni o qədər ədalətliymiş ki, qurdları, bax bu, deyək ki, bu vəhşiləri, bu yırtıcıları gətirib qoyunun buduna bağlayırmış. Yəni, bu biraz insanlara məxsus olan fikirlərdir də deyir. Yəni, bir növ burada insanları nəzərdə tutur ki, ədalətli idi. Sonra, zülmün boğazını elə sıxmışdı,
Dara həsədindən rəqib çıxmışdı. Dara nəyə görə Felequsa rəqib çıxır? Həsədindən. Yəni onun ədalətli hökmdar olmağından, onun ölkəsinin abad, firavan olduğundan ona həsəd aparır və rəqib çıxır. Üstün olmaq üçün qılıncı tacı bir ölçü göndərdi, alsın xəracı. Ağıl sahibidir Rumlu hökmran, xəracı göndərdi, olmadı düşman. Bəxşişlər göndərdi böyük dərbara, düşmənlik yolundan əl çəkdi Dara. İskəndər başlarkən fətə hər yeri, döndü birdən-birə çərxin işləri. Daraya nə dövlət nə qoydu, nə dövran, süngüsü keçirdi çaxmaq daşından. Baxın, burada süngüsü keçirdi çaxmaq daşından deməkdir ki, yəni İskəndər haqqında deyilir bu fikir. Deməli, Felequsdan fərqli olaraq İskəndər xərac vermədən, qılıncının gücü ilə, öz gücü ilə deməli, Daranı məğlub edir. Bu dastan haqqında rəvayət çoxdur. Görürsünüz, bu fikir də var burada. Rəvayətin çox olduğunu deyir. Hər kəsi dinlərəm, inadım yoxdur. Felequs qəsrində bir gözəl varmış. Bəzəkli gəlin tək azad yaşarmış. Rum şahı vurulmuş ayüzlü qıza, dilinin əzbəri parlaq ulduza. Keçdi bu vaqədən 9 ay ancaq, burada vaqə sözüdür, yuxu deməkdir. Ananın bətnindən tərpəndi uşaq. Yəni İskəndər nəzərdə tutur. Padşah əmr etdi ki, münəccimlər baxıb ulduzlara versinlər xəbər. Deməli, görürsünüz, burada münəccim obrazı var. İki yerdə hətta keçir münəccim obrazları. Və bir də nəyi deyəcəkdik? Baxıb ulduzlara versinlər xəbər, bir xəbər versinlər bu gizlin işdən, rahatlıq versinlər bu tərpənişdən. Bilikli münəccim başladı işə, baxdılar fələkdə olan gərdişə. Taleyi göründü nurdan da parlaq. Nə deyim o yaman gözlərdən işaq, İraq, belə xoş fal ilə dünyaya gəldin. Yəni, İskəndərin dünyaya gəlişin haqqında deyir və buradan biz görürük ki, ana bətnində olarkən atası münəccimləri çağırır və İskəndərin gələcəyi barədə ondan nəsə öyrənir. Yəni, biz burada görürük ki, hələ İskəndər ana bətnində olarkən gələcəyi haqqında danışılır. Körpəlikdən, indi qeyd edəcəyik, körpə olarkən gələcəyi haqqında danışır. Biz bunu fərqləndirirdik nə ilə? Leyli Məcnunda Məcnun haqqında deyirdik ki, İskəndərdən fərqli olaraq Məcnunda ancaq körpə olarkən gələcəyi haqqında məlumat verilir. Ana bətnində olarkən yox. Ana bətnində olarkən Məcnunun gələcəyi barədə məlumat verilir. Aha, deyir ki, o bağda belə bir fidan yüksəldi, o sərvin budağı bəsləndi nazla. Turac tək səkərək səsləndi nazla, meydan axtarırdı beşikdə ikən, yəhərə atıldı öz beşiyindən. Dayədən istədi ox ilə kaman, kağızı ipəyi hey aldı nişan. Böyüdü, öyrəndi qılınc vurmağı, qızmış aslanlara qarşı durmağı. At minmək zövqündən ləzzət alınca, düşdü şəhriyarlıq, şahlıq dalınca. Deməli, görürük ki, İskəndərin həm ana bətnində olarkən gələcəyi haqqında fikir söylənirdi, həm də bax bu fikirlər onun körpə olarkən gələcəyi haqqında deməli fikirlər idi. Sonra başladıq indi İskəndərin Bərdəyə gəlməsi hissəsindən. Aha, İskəndərin Bərdəyə gəlmək hissəsində. İndi görə burada nələrdən danışılır, nələr baş verir? Baxın, Bərdə nə gözəldir, necə qəşəngdir. Yazı da, qışı da, güldü çiçəkdir. Nə var burada? Bərdənin gözəlliyi, peyzaj var. Bərdənin yazının, qışının təsviri. Hansı aydan danışılır? İyul ayından danışılır. Daha sonra iyulda dağlara deyir lalələr səfər, qışını baharın nəsimi öpər. O yaşıl meşəsi cənnətə bənzər, şən ətəklərinə bağlanmış kövsər, söyüdlük çöllərə vermişdir zinət, ağbağı elə bil həqiqi cənnət. Qırqovul yuvası hər sərv ağacı, oxuyur kəkliyi, ötür turacı. Səssizlik içində dincəlir gülşən, torpağı silinmiş qayğı kədərdən. Belə nəql edir söz xəzinədarı, köhnə xəzinənin adlı saları. Həkim qadın varmış, adı Nüşabə. Burada dayanaq. Görürsünüz ki, deməli, bir söz xəzinədarı, yəni söz xəzinədarı da kimdir? Təbii ki, Nizamidir. Baxın, Bərdə haqqında bu gözəlliyi təsvir edir ki, Bərdənin belə bir gözəlliyi var. Daha sonra, indi keçir, peyzajdan keçir Nüşabənin tərifinə.
Nüşabə haqqında nə deyir? Hakim qadın varmış, adı Nüşabə, önündə minlərcə gözəl qız varmış, xidmətdə ay kimi kəmər bağlamış. Görürük ki, Nüşabənin xidmətində xanımlar var. Baxın, indi deyir ki, sual düşür ki, Nüşabənin kişi deyək ki, qulamları, xidmətçiləri yox idi, var idi. Sadəcə burada qeyd olunur ki, Nüşabə onlara birbaşa əmr vermirdi. Onlar Nüşabənin üzünü görə bilmirdilər, görməmişdilər. Nüşabə qadın xidmətçilərə deyək ki, əmrini verirdi, onlar da o qulamlara hansısa bir işi gördürürdülər. Burada da elə qeyd olunubdur. Yəni, deyir ki, bunlardan başqa var igid qəhrəman 30.000 qulamı qılınc oynadan, yəni kişilər. Qadınla aşardı onun hər işi, tapşırıq almamış, ondan bir kişi, daha doğrusu, qadınla aşardı onun hər işi, tapşırıq almamış ondan bir kişi. Aha, vəssalam, yəni bir kişi ondan tapşırıq almırdı. Tapşırıq qadınlar alırdı və deyək ki, birbaşa onunla diyaloqa, ondan tapşırıq ala bilmirdilər kişilər. İskəndər səhraya çəkincə ordu, çadırlar başını əflakə vurdu. Gördü bir şənliklə yoğrulmuş cənnət, etdi əkinlərə, çaylara heyrət. Sordu bu şən ölkə kimindir, kimin? Kim burada padşahlıq edir, söyləyin. Dedilər, gördüyüm bu var, bu yatır, bu gözəl torpaqlar bir qadınındır. O qədər dindardır bu nazlı dilbər, öz cənnət köşkündə yatmaz gecələr. Nə gündüz əl çəkir can bəsləməkdən, nə gecə Tanrıya səcdə etməkdən. Vardır qapısında çox xidmətçilər, özünün işinin qeydini çəkər. Aha, İskəndər bu işdən şənləndi ancaq o naxışı görməyə göstərdi maraq. O naxış deyərkən, yəni Nüşabəni. O yerdə başladı istirahətə, bir neçə gün daldı eşə işrətə. Hökmdar qadına verdilər xəbər. Aha, deməli, Nüşabəyə xəbər verirlər ki, İskəndər gəlib, Bərdədədir. Necə xəbər verirlər? Mübarək fal ilə gəlmiş. Yəni, fal açılır, tam dəqiqliyi ilə də olmasa, yəni buna görünür ki, deyilir ki, bəs belə bir Fatih sənin məmləkətindədir. Mübarək fal ilə gəlmiş İskəndər. Pərəstiş etməyə gördü hazırlıq, göndərdi padşahın adına layiq hər çeşid yararlı ləziz yeməklər. Ürəkdən xidmətə bağladı kəmər, padşahın könlündə açdı bahar tək, onunla görüşmək arzusu çiçək. Deməli, baxın, padşahın könlündə ki, arzu burada bahara bənzədilir ki, bahar kimi çiçək açdı, onu görmək arzusu. Aha, indi belə bir şey deyək. Nə səbəbə? İskəndər Nüşabəni görmək marağına düşdü. Təbii ki, İskəndərə nəyə görə Nüşabə ləziz yeməklər, nələr göndərdi? Çünki, belə deyək də, ona bir addım atdı. O bilirdi ki, İskəndər kimi Fatih onun ölkəsinə gəlsə, təbii ki, onun məmləkətini, deyək ki, viran qoyacaq və yaxud ondan xərac istəyəcək, onu özünə tabi edəcək və s. Onun üçün də, yəni ona belə bir addım atdı ki, belə deyək ki, rest elədi ki, yəni mənə toxunmasın, mənim məmləkətimə, yerimə, obama, elimə toxunmasın. Bunun üçün də ona ləziz yeməklər göndərir və yəni sırf yemək məsələsi deyildi. İskəndər düşünür ki, yəni bu ağıllı qadın kimdir ki, mənə belə bir addım atır. Onun üçün də onun marağı yaranır ki, deyir, padşahın könlündə açdı bahar tək, onunla görüşmək arzusu çiçək. Yol aldı saraya elçiyəm deyə. Elə ki saraya yaxın gəldi, yolun zəhmətindən biraz dincəldi. Xidmətçi qadınlar onu gördülər, qaçıb Nüşabəyə xəbər verdilər. Ancaq Nüşabəyə demədilər ki, yəni İskəndərdir gələn. Yəni bir elçi gəldiyini dedilər. Nüşabə artıq İskəndər gələndən sonra onun elçi kimi hərəkət etmədiyini görəndən sonra artıq yadına düşür və şəkil də var idi deyə düşünür ki, bu deməli İskəndərdir. Ancaq hələ indi bilmirdi. Deməli, qaçıb Nüşabəyə xəbər verdilər, padşahlıq taxtına oturdu xoşxal, əlində ətirli gözəl portağal. Əmr etdi padşahlar ayini üzrə, yəni adəti üzrə, İskəndər elçisi gəlsin hüzura. İskəndərin elçisi. Elçi çox sürətlə girdi, deməli sürətlə girdi. Qondu taxt üstünə qorxmaz o aslan, belindən nə qılıncı açdı, nə kəmər açdı.
səcdə də etmədi. Elçi də etmədi, səcdə İskəndər. Nüşabə baxınca düşərək şəkkə, o bişmiş qızılı vurdu məhəkkə. İndi gördüyünüz kimi İskəndər elçi olmadığını nə ilə göstərdi? Sürətli gəlir, təzim etmir, qılınc qalxanı deyək ki, açmır, sürətli gəlir və bundan sonra artıq deyir ki, Nüşabə baxınca düşərək şəkkə, yəni şübhəyə düşür, o bişmiş qızılı vurdu məhəkkə. Məhək bilirsiniz nədir? Qızılı ölçən, deyək ki, qızılın əyarını ölçən daşdır. O bişmiş qızılı vurdu məhəkkə deyəndə, yəni ki, artıq o analiz etmək istədi. Yəni, deyək ki, təhlil edir. Yəni, bu mənada deyir ki, o bişmiş qızılı vurdu məhəkkə. Yəni, başlayır onu, belə deyək də, ayırmağa, onu sezməyə, onu, belə deyək ki, nə baş verir? Diqqətlə baxınca tanıdı birdən, taxtında yer verdi, qəlbi oldu şən. Bildi İskəndərdir, dolaşır ona. Baxın, bildi İskəndərdir, dolaşır ona. Taxtında oturmaq yaraşır ona. Yəni, bu zaman artıq bildi ki, o İskəndərdir. Bəzən müəllimlər elə sanır ki, artıq xidmətçilər xəbər verəndə onun İskəndər olduğunu gəlib xəbər verirlər. Xeyr, hələ onu qəbul edərkən elçi kimi qəbul etmişdi. Sezdiyi bu işi açmadı ona. Açarım var deyə bağlı qıfılına. Açarım var deyərkən, yəni ki, mən bilirəm sən kimsən, mənim əlimdə deyək ki, sənin şəklin var. İskəndər bir elçi kimi davrandı, özünü olduqca o sərbəst sandı. Çox salam yetirdi hey dönə-dönə, təkmir bir elçilik etdi özünə. Elə ki, yetirdi özündən xəbər, başını aşağı dikdi İskəndər. Nüşabə cavab üçün lalə sayağı, gül açıb tərpətdi yaqut dodağı. Ey cəsur padişah, eşq olsun sənə, elçilik edirsən özün özünə. Söz açma İskəndər qılıncından sən, özünə çarə təp, İskəndər sənsən. İskəndər dedi, ey bu taxta layiq, arama baxdığın hökmündən artıq. İskəndər dənizdir, mən isə çayam. Deməli, görürük ki, İskəndəri dənizə bənzədir, İskəndəri dənizə. Bu elçini, yəni özünü də çaya bənzədir. Deyir ki, İskəndər dənizdir, mən çayam ancaq günəşlə kölgəni olmaz bir tutmaq. Yəni, günəşlə, İskəndərlə kölgə özünü nəzərdə tutur ki, bir tutmaq olmaz. Ağıllı Nüşabə yenə dür saçdı, o gül dodağından qıfılı açdı. Qəlbimi bu qədər aldatmaq nədən? Yalan atını gəl minib çapma sən. Elçidə olurmu bu belə bir cəsarət? Hüzurda göstərsin bu qədər hiddət. Tez verdi belə bir cavab İskəndər. Deməli, baxın, bu suallar bir də bədii sual deyil ha. Çünki, görürsünüz, cavabını verir İskəndər. Deyir ki, bir tülkü aslandan xəbər gətirilməz. Deməli, tülkü özün, yəni ki, elçini aslan isə İskəndər nəzərdə tutur. Deyir ki, bir tülkü aslandan xəbər gətirməz. Gözündə olsam da cəsur, qəhrəman, İskəndər deyiləm, elçiyəm ondan. Nüşabə qızdı o aslan ürəyə, günəşi palçıqla suvadın deyə. Günəşi palçıqla suvadın nə deməkdir? Günəşi palçıqla suvadın o deməkdir ki, yəni sən günəşə nə qədər palçıq atsan da, suvaya bilmərsən, onun işığını, nurunu örtə bilmərsən. O mənada deyir ki, yəni sən günəşə palçıq atıb suvadın, yəni eləyə bilmədin, gizlədə bilmədin öz kimliyini. Kənizə əmr etdi, ver baxsın deyə, padşahlar rəsmini öpən ipəyə. İpəkdə göstərdi ona bir bucaq, söylədi əlində, tut, diqqətlə bax. Bu sürət, bu sima kimindir kimin? Sarayda hörmətlə saxlaram nə üçün? İskəndər dinlədi onu hörmətlə, yazılı ipəyi açdı sürətlə. Rəsmini tanıdı baxınca şəklə, bu işdə kin hiddət göründü yersiz. Bir cavab verməkdən qalaraq aciz, qorxudan saraldı bir saman kimi, sığındı Allaha tutulan kimi. Nüşabə gördü ki, o qızğın aslan pozuldu, alçalıb, düşdü ucadan. Dedi, ey uğurlu tacıdar, zəmanə başlara çox oyun açar. Düşünmə, hörmətim çoxdur, bunu bil. Bu saray sənindir, bu ev öz evindir, başqa yer deyil. Aha, deməli, deyir ki, ipək gəldi, şəkil gəldi. Şəkil gələndən sonra İskəndər qorxuya düşür ki, yəni məni tanıdılar,
Mənim yanımda silahım yox, ordum yox, yəni burada məni öldürə də bilərlər. O səbəbdən qorxuya düşür və onun qorxmağını da, onun saman kimi saralmağını da Nüşabə sezir. Və onun bu qorxusu keçsin deyə deyir ki, yəni bu ev öz evindir, bu saray sənin sarayındır, hörmətim çoxdur sənə, yəni nahaqdan qorxma. Sonra, pərəstiş edərəm sənə hər zaman, ya orada, ya burada, bəndəyəm inan. Bu rəsmi onun üçün göstərdim ki, sən mənim də şəklimi aydın görəsən. İndi burada o məşhur fikri var. Erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Yəni, baxın, sual düşə bilər ki, bax, bu fikri Nüşabə nədən sonra deyir? Şəkil gələndən sonra, öz kimliyini bəlli edəndən sonra, daha da deyək ki, öz kimliyini bəlli edir və özü haqqında bu fikirləri deyir. Sözünü ürəklə dedi, şənləndi, öz billur taxtından aşağı indi. Deməli, öz taxtında ona yer verir. Taxtımda dedi, sən otur namidar, bir taxta yaramaz, iki tacıdar. Əmr etdi, durmayıb gözəl pərilər, şahlara yaraşan bir süfrə açsın, ortaya hər çeşid yeməklər saçsın. Süfrədə quzular coşqun sevincdən quş kimi qol qanad açmışdır şən-şən. Ən dadlı mürəbbə, limonlu şərbət, püstədə, badamda var başqa ləzzət, tər halva və badam halvası daşır, o qədər çoxdur ki, qablardan aşır. Bu hissələr lazım deyil. Bunlardan başqa taxtın üstünə qızıl büsat qurdu şahın önündə, bir xonça qoyuldu günəşdən parlaq, içində 4 bilur kasa qoyaraq, biri ləl, o biri qızıldan dolmuş, biri dür, birinə yaqut qoyulmuş. Yəni, bir şey deyim, ləl, dür, birinə nə qoyulub, birində nə var, bunlar sizə lazım deyil. Əsas bilin ki, süfrəyə daş-qaş tökür. Yəni, onun da səbəbi nə idi? Deyir ki, yeyiniz ən dadlı bu xuruşlardan, İskəndər söylədi, ey sadə dilbar, ölçüsüz söyləmə, tökməyəsən tər. Düzmüsən süfrəmə, almaz yaqutdur, daş-qaş yeyirlərmi, bu nə deməkdir? Daşı da yeyərmi ağıllı insan? Nüşabə gülərək söylədi şaha, daşın ki, boğaza yolu yox daha. Faydasız yaramaz belə daş üçün. Bu qədər vuruşmaq, çarpışmaq nə üçün? İndi ki, yeməyə yaramaz bu daş, dünyada onunla ucalar mı baş? Deyilsənsə daşa pərəstiş edən, daşını yüngül et, yerində qal sən. Oyunca qadının bu söhbətindən, yeməkdən əl çəkdi o polad bədən. Dedi, ey xanımlar, xanımı qadın, qüvvətdə erkəkdən ucadır adın. Görünüm, getdi bir dəqiqə. Aha. Doğrusu söylədin, belə gövhərlə, hər sərrəf ancaq bir daş alar ələ. O zaman dəyərli olardı sözün, öncə bu daş-qaşdan qaçaydın özün. Yəni, belə deyək, Nüşabə orada İskəndərə dərs verir və İskəndər də o dərsi qəbul edir. Yəni, etiraf edir ki, sən mənə dərs verdin. Ancaq ona bir etiraz edir ki, sən bu daş-qaşa önəm verməsəydin, sənin süfrəndə bu daş-qaş nə gəlsədi? Yəni, daş-qaşa önəm verməyən insanda daş-qaş niyə olsun? Yəni ki, onun deməli bu dərsini qəbul edir, ancaq etirazını da bildirir. Sərrafın gözünə toz atmaqdır bu. İskəndər yaqutu hər evdə dolu. Bununla bərabər diqqət edincə sözlərin yerlidir, doğrudur məncə. Eşq olsun bu fikri sağlam qadına. Mərdliyin yolunu göstərdi mənə. Baxın, nə deyir? Deyir ki, İskəndər etiraf edir ki, bu qadın mənə mərdliyin yolunu göstərdi. Sonra Nüşabənin yaqut dodağı, yaqutla bəzədiyi bütün torpağı. Əmr etdi xonçaya qoyuldu yemək, qızıl noğuldanlar, əntiq və qəşəng. Hər yeməkdən özü dadırdı öncə. Baxın, çox heyrət etdi şah bunu görüncə. Deməli, hər yeməkdən özü birinci dadırdı ki, yəni qoy İskəndər rahatlıqla yesin, qorxmasın ki, onun yeməyində zəhər, minnə, səmi olar. Və bu da onun xoşuna gəlir. Çox heyrət etdi şah bunu görüncə. Şah rahat deyildi belə xidmətdən. Ayağa qalxdı tez yemək bitərkən, gedərkən Nüşabə bağladı peyman, İskəndər verməsin mülkünə ziyan. Deməli, Nüşabə onunla peyman bağlayır ki, İskəndər onun mülkünə ziyan verməsin. Vəsiqə yazmağa şah verdi fərman, o cənnətdən çıxıb getdi hökmran. Yəni, bunlar sonda əhd-peyman bağlayırlar və deyək ki, İskəndər ona söz verir ki, sənin ölkənə, sənin mal-mülkünə toxunmayacam.
Bitirdik. Əsərin demək olar ki, iç hissəsində nələr varsa, testə düşmək məqamlarının hamısını dedim. İndi biraz əsərin ümumiyyətlə formasından danışaq, ümumi məzmunundan danışaq. Hələ məzmunundan danışım, deyim ki, İskəndərnamə poemasında İskəndər obrazı nə üçün yaradılmışdı? Bilir ki, Nizaminin məqsədi həmişə ideal hökmdar obrazı yaratmaq idi və buna da nail olur. Çünki İskəndər səhvləri olsa belə ideal obraz idi. Yəni Nizaminin yaratmaq istədiyi obraz idi ki, hansı ki elə bir hökmdar görmək istəyirdi. Təbii ki, onun da səhvləri olacaq idi, təbii ki, onun da hansısa bir çatışmazlıqları olacaq idi və onu da deyim ki, nə qədər sevsə də, nə qədər istədiyi hökmdarı yaratsa da, İskəndər onun o qüsurlarını gizlətmir. Yəni görürük ki, qüsurlarını göstərir. Və burada misal üçün biz görürük ki, İskəndərdən əvvəl hələ atası Feyləqus ədalətli hökmdar idi və biz deyə bilərik ki, İskəndər elə bu hökmranlığı atasından öyrənmişdi. Atası kimi deyək ki, layiqincə işini edirdi, atası kimi ədalətli idi və bir növ elə bir ki, onun davamçısı idi, atasının davamçısı idi. Daha sonra atasının ancaq fərqli məqamları da var idi. Hansı ki, atası qan tökmədən xərac verməklə bir problemi başından dəf etmək istəyirsə, ancaq İskəndər qorxmadan qılıncla onun üzərinə gedir və deyək ki, onu məhv edir. Ancaq biz burada Feyləqusu qorxaq obraz kimi görə bilmərik, adlandıra bilmərik. Daha sonra deyirik ki, Surişləri görürsünüz, yer üzündən sildir, burada Pələngəri yer üzündən silir, sonra Kintalı məhv edir. Yəni, əsərin orijinal hissəsində çoxdur İskəndər qarşılaşdığı adamlar, insanlar. Və İskəndər obrazı haqqından onu deyim ki, bir də İskəndər Nüşabənin deyək ki, hansı addımları qarşısına qorxuya düşür. Ancaq İskəndərdən fərqli olaraq Nüşabə heç qorxuya düşmür. Yəni deyək ki, Nüşabədə elə bir məqam yoxdur ki, biz deyək ki, Nüşabə İskəndərin gəlişindən qorxuya düşdü. İskəndərin sarayında, onun sarayına deyək ki, gəlişindən qorxuya düşür. Xeyr, sadəcə Nüşabə tədbirli davranır, ağıllı idi, özünə güvənirdi, cəsarətli idi və düşünürdü ki, ağıl yolu ilə da nəyisə həll etmək olar. Yəni elə Nizaminin yaratmaq istədiyi fikir də buydu ki, qılınc qalxansız da ağıl yolu ilə də nədənsə uzaqlaşmaq olar, bir bəlanı dəf etmək olar. Yəni deyim ki, Nizami bilərəkdən bunu belə yaratmışdı. Sonra Nüşabə də görürük ki, cəsarətli qadın obrazıdır. Hansı ki, Nizaminin digər əsərində deyək, Sultan Səncər və Qarıda da görürük cəsarətli qadın obrazını və yaxud da elə çox əsərlərində cəsarətli qadın obrazı var. Daha sonra deyək ki, Nizaminin burada İskəndərdən danışmağından əlavədə özünün fəlsəfi fikirləri var, özünün deyək ki, nəsihətlərinə yer verilibdir. Əsər özü məsnəvi şəklində qafiyələnmişdir, gördüyü kimi. Daha sonra poemadır, epik yoxsa lirik poemadır soruşulsa, təbii ki, epik poemadır. Hansısa bir süjetin olduğunu görürük. Yəni, burada bir ardıcıllıq var, bir süjet var. Bu qədər. Yəni ki, İskəndərnamə poemasından düşə biləcək hər bir sualı, hər bir detala fikir verdik. Dərsimiz xoşunuza gəldisə, izahımız xoşunuza gəldisə, təbii ki, bunu rəylərdə deyə bilərsiniz, bəyənə bilərsiniz. Kanalımıza da abunə olmağı unutmayın.